İmam Hüseyni iki cür ziyarət eləmək olar. Mənim zikri müsibətim bu olsun. Bir cür ziyarət bəlli bir ziyarətdir. Təmiz paltarını giyinirsən, səliqəli şəkildə, qüsülünü alırsan, ətirlənirsən, gersən ara, hərəmə tərəf. Bu bir cür ziyarətdir. Bir cür ziyarət də var. Bunu kim elədi? Bunu Cabir elədi. Ətiyyə ilə gəldi, Fəradda qüssünü aldı, ətirini vurub, səliqəli şəkildə, asta-asta addımlarla, gördüm, axtarır, özü tapdı cənazəni, dedi, buradan özü tapdı o yeri, dedi, buradan Hüseynin iyi gəlir, sonra üzünü qoydu torpağa, Hüseyn, başladı çağırmağa, dedi, niyə cavab vermirsən mənə? Hüseyn, niyə cavab vermirsən? Hə, bəlkə başım bədənindən ayrılıb, başladı belə aşiqanə danışmağa. Bu Cabirin ziyarətidir. Belə girsən, belə git. Bir dənə də Zeynəb xanım bir tarixə əsasən Şamdan qayıdır Mədinəyə, karvan Şamdan qayıdır. Yorğun canla, günlərlə yol gedirlər. Gəldi, çatdı bu karvan Kərbəla çölündən. Zikri müsibətin bu olsun. Tozla, torpaqlı libasla gəldilər. Bir dənə də belə gedə bilərsən. Ayərbəyində gedənlər, indi o haldasın. Qəbrə tərəf gəldi, sanki dayandı, baxdı qəbrə, baxışları ilə danışmağa başladı. Adam hərdən olmur, baxışı ilə danışır. Qardaş, sənə qurban olaram. Hüseyin, sənə qurban olum. Zeynəb danışır. 54 il bir yerdə olduq. Ata müsibəti gördük, qardaş müsibəti bir yerdə gördük. Hüseyin, Zəhra kimi anamın müsibətini də bir yerdə görmüşük. Süzsüz su daşıyırdıq. Biz baxırdıq, ağlayırdıq. Kəfənin bəndi açıldı, anamız bizi qucaqladı. Hüseyin can, biz bir yerdəydik onda. 54 il bir yerdə olduq. Amma qardaş, sənə qurban olum, 40 gündür səndən ayrılmışam. Bilsən necə qocalıb Zeynəbin? Zeynəb bizə necə qocalıb? Qardaş, mən 11-ci gün səndən ayrıldım. Səndən ayrılanda gəldim, sənin üzərindən daşları təmizlədim, nizələri təmizlədim, oxları təmizlədim. Onu təmizləyəndən sonra baxdım, dedim, əntə əxi, əntə ibni ummi, sən Zəhra balası Hüseynsən, səni tanıya bilmirdim. Hüseyin, sənə də haqqın var indi deyəsən mənə ki, Zeynəb, indi mən səni tanıya bilmirəm. Bu 40 gündə hansı hallara düşdün sən? Sonra başladı üzrxahlıq eləmək. Dedi, qardaş, səndən üzr istəyirəm. Ay Zeynəb, niyə? Qardaş, mənə tapşırdın usikə bi hifzil iyal, mənə tapşırmışdın balalarını. Amma Allah şahiddir. Özüm yemədim, onları yedirtdim. Qamçılarla onları vurmaq istəyəndə özümü qabağa verdim. Gecənin qaranlığında uşaqların itirdi, mən onları tapırdım. Hüseyin, hamısını bir-bir mindirdim kəcavələrə. Amma Hüseyin, biraz sənin yanında üzrxahlıq eləmək istəyirəm. Nə olub Zeynəb? Bir balon vardı, 3 yaşlı bala Rüqəyyə, onu qoydum xarabədə gəldim. Bağışla məni. Amma sən şahidsən axı, o nizələrdə olan baş şahid idi. Mən necə qoruyurdum Rüqəyyəni? Hüseyin, sənin gözünün qabağında oldu bunlar. Mən çox çalışdım Rüqəyyəyə bir şey olmasın. Amma Rüqəyyə bala çıxdı əlimdən. Səndən olan firaqa, ayrılığa, hicrana tab gətirə bilmədi. Və orada dəfn edib gəlmişik. Sənin balon oralardadır, Hüseyin. Deyir, sonra baxdı, gördü ki, ay Allah, Ümmü Gülsüm yoxdur, bacısı yoxdur. Siz görürsən, bu bacım haradadır? Gördü, bacısı Ümmü Gülsüm gedib Fərata tərəf dayanıb Əbəlfəzin qəbrinin kənarında elə ağlayır. Qardaş, süzsüz qalmışıq ha. Əbəlfəz, sənin Zeynəbin Mədinədən Kərbəlaya gələndə sənlə gəldi, amma Küfədən Şama gedəndə Şimrlə getdi. Sən buna imkan verməzdin, Əbəlfəz. Ələ lənətullah, ələl qavmis salim.